yuhibbul muxlasin. Muxləs bəndələrin istisna. Deməli dostlar, bir var muxlis, bir var muxləs. Muxlis nədir? Yəni xalisdir bu insan. Bu insanın niyyətində, əməlində qarışıqlıq yoxdur. İxlas budur. İxlas xalis kökündəndir. Xalis nədir? Yəni qarışıq olmayan. Xalis qızıl nə deyir? Yəni qarışıq olmayan qızıl, təmiz, saf qızıl. İnsanın da niyyətinin ixlaslı olması, xalis olması, bir insanın xalis niyyətli olması budur ki, onun niyyətində, əməllərində heç bir qarışıqlıq yoxdur. Yəni tutalım bir insan yaxşı iş görür, məqsədi Allahdır. Amma o 70% Allahdır, 80% Allahdır. 20% də nədir? Bəndələrdir. Tutalım adam məsələn məscidə gedir, məsələn deyirəm, adam məscidə gedir. Oradan video çəkib paylaşır. Bir 50%, 60% niyyəti Allahdırsa məscidə getməkdə ki, getsin namaz qılsın. Bir 30-40% də məqsədi odur ki, getsin orada bir video çəksin, paylaşsın, məsələn reklam xarakterli. Məsələn burada bir xalis niyyət yoxdur. Niyə qarışıqdır? Bir hissəsi Allaha aiddir, bir hissəsi insanlara aiddir. Aydındır. Və ya bir insan bir yaxşı iş görür. 50% Allahdır, 50% də insanlardır. Və ya bir insan tutalım hansısa bir fəaliyyətlə məşğuldur. Bir hissəsi Allahdır, bir hissəsi nədir? Ətrafına kütlə yığmaqdır. Məsələn, burada ixlas yoxdur. Niyə? Çünki sırf bu iş Allah üçün deyil, aydındır. Və bunu da ən yaxşı kim bilir? İnsan özü bilir, öz nəfsi bilir ki, burada bunun gördüyü işdə sırf Allah nəzərdə tutulub, yoxsa yox. Əlbəttə, mən buna qarşı deyiləm ki, bəzi işlər açıq-aşkar görülsün. Çünki Quran-Kərim də özü deyir ki, insanlar yaxşılıqları bəzən gizlin, bəzən də aşkar edərlər. Niyə? Çünki aşkar edilən yaxşılıqda da bir təşviq var, təşviq xarakterli. Amma bunun da şərti, şurutu var da, bu indi hər işi aşkar görmək olmaz ki, hər yaxşılığı aşkar etmək olmaz ki. Aydındır, bunun da müəyyən şərtləri var, bunun da müəyyən yerləri var. Bu da niyyətdən asılı bir şeydir. Və bir insan yaxşılığı aşkar edəndə xalis insan, o narahat olur ki, bəs nədir? İşim, gördüyüm yaxşı əməl ortaya çıxdı. Və özünü məcbur edir ki, aşkar iş görsün. Baxın, burada özünü məcbur edir ki, neynəsin? Aşkar iş görsün. Çünki onun özündə də bir təbliğat var. Allah onu da istəyir bizdən. Ki, bəzən aşkar iş gör. Çünki görəcəyin aşkar iş digərlərini təşviq edə bilər. Dediyim kimi, bu artıq insanın özü ilə, öz nəfsi arasında olan bir şeydir və insan onu yaxşı bilir ki, bunu hansı niyyətlə görür. Amma bəzi insanlar var ki, onlar aşkar iş görməyəndə narahat olurlar. Və onların hansısa gördüyü yaxşı iş gizlin qalanda narahat olurlar. Çünki mən bu cür insanlar görmüşəm ki, onların yaxşı işi danışılmayanda, məsələn, oturmuşsan bir 5 nəfərlə söhbət edirsən, hansısa bir yaxşı əməldən danışırsan, o biri narahat olur ki, burada mənim adım çəkilmədi, mənim gördüyüm iş bilinmədi. Və adam başlayır özünü ifşa eləməyə, öz elədiyi yaxşı əməli ifşa eləməyə ki, bəs xəbəriniz yoxdur, mən də filan günü filan iş görmüşəm, mən də fəhmən günü fəhmən iş görmüşəm. Səndən soruşan olmadı axı, sən xeyr ola özünü ifşa edirsən. Niyə? Çünki daxildən narahatdır axı, bunun gördüyü yaxşı iş bilinmədi. Burada artıq ixlas yoxdur. Burada Allah da var, amma bəndəsi də var. Şərik qoşub burada. Aydın.